Ailə sürücüsü işi var yoldaşlar. Ailə sürücüsü işi. Deməli, bu ailə sürücüsündən mən sizə belə deyim də, 2 dənə ailə sürücüsü, bir şəxsi sürücü işindən bəhs etmək istəyirəm. Və qeyd edeyim ki, əgər bu 3 dənə işin heç birinin şərtinə uyğun deyilsinizsə, tövsiyə edirəm digər dostlarınızla, tanışlarınızla, hansı ki sürücü işləyiblər, onlarla paylaşasınız. Çünki hər zaman olmur bu tipli işlər və çox insanın, çox sürücü işi axtaran şəxsin də ürəyincə olan bir işlər sayılır. Yəni, biri var adi maşın sürmək, bir də var kiminsə şəxsi sürücülüyünü eləmək. Həm bu işlər az olur deyin, həm də çox insanın ürəyincə olan bir işdir deyə, əgər hansısa düşünürsünüz ki, tanışınızın bu şərtlərə uyğun olduğunu düşünürsünüzsə, həmin şəxslərlə paylaşmanızı tövsiyə edirəm. Yəni, onlara faydalı olmaq istəyirsinizsə, həmin o dostunuza, tanışınıza paylaşa bilərsiniz. Yəni, belə bir xatırlatma eləyib başlayaq o vakansiyalardan sizi tanış eləməyə. Deməli, Premium Mining şirkətində ailə sürücüsü işi var. 45-57 yaş aralığında şəxslər axtarırlar yoldaşlar. 45-57 yaş aralığında. Ailə sürücüsü kimi də ən azı 2 illik iş təcrübəniz olmalıdır. Baxın, az öncə ona görə vurğuladım ki, əgər sizə uyğun deyilsə bu sürücü işi, yəqin ki, bir sürücü işi ilə məşğul olan tanışınız var da, ailə sürücüsü. Onlarla paylaşa bilərsiniz, onlara faydanız toxuna bilər. Və özə qeyd edim ki, 5 günlük iş normasıdır. Yəni 5 gün işləyirsiniz həftədə və qanunvericiliyə uyğun da sənədləşmə baş verir. Belə bir işdir yoldaşlar. Yaşda fikir verdinizsə 57 yaşa qədər götürə bilirlər. Bu bir variant idi. Əmək haqqısı artıq danışıqlar yolu ilə olur yoldaşlar bu tipli işlərdə adətən. Növbəti bir şəxsi sürücü işindən də bəhs eləyim. Bu 1000-1200 manat verir. Burada isə 25-45 yaşlı şəxslər üçündür. Və minimum 3 illik iş təcrübəniz olmalıdır. Və ümumiyyətlədən bildirilib ki, minimum 3 illik iş təcrübəniz olmalıdır. Və şəxsi ailə sürücüsü kimi isə ən azı 1 illik təcrübəniz olsa yaxşı olar. Amma demirim mütləq olsun. Amma yəni sizlə bərabər misal üçün o təcrübəsi olanlar varsa 1 illik, həmin şəxslər daha rəqabətçi olur. Amma bu bayaqkından fərqi ondan ibarətdir ki, bu birmənalı olaraq mütləq şəkildə sizdən tələb eləmir ki, mütləq siz şəxsi və yaxud da ailə sürücüsü kimi iş təcrübəniz olsun. Bu bir variantdır. Bu elədir ki, həm də buna nisbətən cavan nəslin nümayəndələri də müraciət edə bilər. Çünki 25 yaşdan etibarən götürə bilirlər. O birisində misal üçün 45-dən götürə bilirdilər. 45-57 yaş aralığında götürə bilirdilər. Belə bir variantı da var. Sonra üçüncü bir variantdan bəhs edeyim sizə yoldaşlar. Üçüncü bir variant ailə sürücüsü işi 35-50 yaşlı şəxslər üçündür. Bunlar da 1000-1200 manat verə bilirlər yoldaşlar. 1000-1200 manat verə bilirlər. 35-50 yaşlı şəxslər üçündür yoldaşlar bu. 35-50 yaşlı şəxslər üçündür. Minimum 5 illik sürücülük təcrübəniz olmalıdır. Şəxsi avtomobiliniz olmalıdır. Sürücülük vəsiqəniz olmalıdır və diqqət edin. Rəhbər heyətlə işləmək təcrübəniz olmalıdır. Və bir məqamı da vurğulayım ki, yoldaşlar, ona görə az öncə bir daha vurğuladım ki, çalışın bu tipli məhz şəxsi ailə sürücüsü işlərini digər sürücü yoldaşlarınızla paylaşın. Adi sürücü işi deyil də bu, bildiyiniz kimi. Burada şəxsi ailə sürücüsü işidir. Və çox insanın ürəyincə olan bir sürücü tipidir bu. Amma hər adamın da, belə deyim də, o meyarlara uyğun olacağı olmayan bir sürücü tipidir. Fikir verdinizsə, bir çoxunda hədlər nə idi, şərtlər nə idi daha doğrusu. Misal üçün, burada da misal üçün, rəhbər heyətlə işləmək təcrübəsi tələb edir sizdən. Və sizin əgər rəhbər heyətlə işləmək təcrübəniz yoxdursa, aranızda əgər sürücü işi axtaran varsa və o ailə sürücüsü işləmək istəyirsə, rəhbər heyətlə işləmək təcrübəsi yoxdur, onun üçün mənasızdır. Amma siz tanıdığınız elə bir şəxs ola bilər ki, onun elə bir təcrübəsi var, onunla paylaşa bilərsiniz bu videonu. Ona fayda verə bilərsiniz, ola bilsin. Bu 3 dənə mən sizə vakansiya sağladım yoldaşlar. Qeyd edim ki, bunlar son 48 saatın ən yeni vakansiyalardır. Yəni və onlardan mən 3 dənəsindən bəhs etdim və bunlardan cəmi bir dənəsi, yəni qəti şəkildə sizdən demir ki, sizin məhz belə deyim də təcrübəniz olmalıdır, məhz şəxsi və yaxud da ailə sürücüsü formatında. Yəni bazarın tələblərini bilməlisiniz yoldaşlar. Bazarın tələblərini bilib ona uyğun planlama eləməlisiniz. Bu və bənzər digər işlərlə də tanış olmaq istəyirsə, digər sürücü işləri də var. Onları paylaşmışam kanalda. Amma ola bilər başqa işlərlə də tanış olmaq istəyə bilərsiniz. Təkcə sürücü deyil, digər işlərlə də
Onunla da bağlı tanış olmaq istəyirsə, kanalda paylaşılıbdır. Ümumiyyətlə, həm bu işə, həm digər işlərlə tanış olmaq istəyirsə və yaxud da müraciət etmənizə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzəv adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.